Mən elədilər musiqi təbliğatçısı, rəqs təbliğatçısı. Özdəki Peyğəmbər ən şirin formada deyir, hələ. Əmri də Allah elə adamlar seçib ki, deyir, onsuz da əmrin bir çətinliyi var. Sən də bunun maksimum şirindir. Sən də bu yandan, məsələn, bir qaşqabaqlı adama demir ki, get Peyğəmbər ol. Seçir ən yumuşağını, deyir, onsuz da bu əmr zaten bunlara ağır gəlir. Sən də bunu bir tər yumuşaq şeylə elə çatdır ki, ruhlar inciməsində də, bunlar mən yaratmışam da, bilirəm nə yuvan quşudular. Nədirlər bunlar? İnanın, mən 18 yaşından danışıram. Mən sizə deyim, biz din xadimi, ruhani, bizimlə də cəmaatın problemi budur. Nə vaxt ki, deyirsən, filan şey haramdır, müsahibə alanda da bilmirik necə eləyək ki, bu. Bir dəfə də dedilər, filan kəs deyib, mənim üçün qadınla kişi bir yerdə oynaya bilər. Dedim ki, şəriətimiz məqbul bilmir. İndi mən biraz gözirəkli elədim. Məqbul bilmir, elə haramdır da, qəbul eləmir şəriət. Bu, niyə bu hal bizdə yaranıb? Hərsət ki, biz Allahın hökmünü çatdırmaqda heç zaman, belə deyək, dini heç zaman qayçılamamışıq. Yəni ki, cəmaatın xoşuna gəlsin deyə bu hissəsini deməyək, belə eləməmişik. Mən bunu, bu mənim üçün çox qırmızı xətdir. Amma bəzən görürsən ki, qarşındakı qəbul eləmək çətin olur, həmən sözü desən biraz yumuşaq formada. Sonra görürsən bu yandan dindar qardaşlarımız düşdü üstümə ki, bu filan, bu demədi ki, şeydir. Nələr düzəltdilər? Mən elədilər musiqi təbliğatçısı, rəqs təbliğatçısı. Bu eləsinlər. Halal xoşları deyirəm, bəziləri də deyir ki, halal eləyirsən, ürəklənirlər, lab rahat eləyirlər, halal eləmə. Bu qiyamətdə gəlsin, səni axtarsın. Nəm hələ ki, ürəyim gəlmir, mən də fikirləşərəm. Bəlkə mən də qərar. Belə getsə, mən də qərarımı dəyişəcəm. Halal haramla bağlı ki, bilirsiniz niyə görə? Ona görə ki, bəzən insanlar arxanlaşır da oradan, deyir, əşi. Amma başa düşmür ki, valla, olmaz hər şeyi danışmaq. Olmaz da, olmaz. Hər nə gəldi beynimə danışasan, valla olmaz. Hər şeyə adam cavab vermirsə, o demək deyil ki, olar elə bunu eləmək. Valla qiyamətdə çox həqiqətlər üzə çıxacaq ki, çox adamlar peşman olacaq. Bunu bilirəm. Nəysə, bu mövzudan keçək, Peyğəmbərlərlə də belədir. Peyğəmbərlər maksimum Allah əmrini yumuşaq formada deyir, adamlar yenə qıcıqlanır. Haram sözünü daha bilmirik necə deyək biz. Bilmirik necə deyək, haramdır. Amma demək lazımdır. Belə fikirləşim, belə demək lazımdır da, haram.